rəhmət sırasından inşallah. Amma vaxtı yubatmayım, dəyərli və əziz ustadımız Ustad Sayıvar ağanın huzuru var. Hacı salam ərzəm, çox xoş gəlibsiniz. Aleykümselam və rəhmətullah. Mən də siz hörmətli cənab əziz tamaşaçılara salam ərz edirəm və bu Ramazan günlərində ibadətlərinin, oruçlarının, Quran təlavətlərinin qəbulluğunu Allahdan istəyirəm. Allah sizdən razı olsun inşallah. Ustad, məhəbbətinizdən məmnunum ki, əvvəl bu soğuq havada məhəbbət bürüsü və huzurunuz olur. Və geçən verilişlərimizdə o Qurandakı ləl uzadı. Nə yaxşıdır ki, Allahın öz kəlamından biz məariflənək və Əhl-i Beyt əleyhissalam buyurduğu sözlərindən biz yaşayışımızın, üslubların, onların bənası ilə quraq. Səlah bir söz elə o sahədir ki, söhbət buyurdunuz ki, insafa işarə buyurdunuz, təqvaya işarə buyurdunuz ki, bunlar üslublarımızdan biridir ki, gərək ki, yaşayışımızda inşallah bunları öz dilimizə məşq eləyək bunları. Davamını özünüzdən eşidək. Bismillahirrahmanirrahim. İnsan vaxtı dünyada yaşayır, bir qaidə qanun əsasında yaşayır. İstər bilə, istər bilməyə. Bəzən qaidə qanunu həva və həvəs olar. Hər halda hamının bir mənada dini var. Bəzinin dini həvəsidir, bəzinin dini Allahdır, bəzinin dini şeytandır. Hər halda Quran buyurur: "Ərəeytə men ittəxəzə ilahəhu həva." Görürsən, bir sıra insanların məbudları həva və həvəsləridir. Bir sıra qaidələrlə insanlar yaşayırlar. İstər bu qaidələri özləri bilələr, bilə-bilə yaşayırlar, istər yox, mühitdən götürüb bu qaidələrlə yaşayırlar. Qur'anın buyurduğu biz nə cür yaşayaq dünyada? Bir gözəl mübahisələrdən biridir. Həm Qur'anın dünya yaşayışına nisbət diqqətin görsədir ki, Allah-u Teala insanların dünya yaşayışında da etinası var, diqqəti var. Fəqət bu deyir ki, insan savab qazansın axirətə. Dünyada da necə yaşamağa Allah-u Teala bir nüqtələri, meyarları, ölçüləri veribdir. Ki biz bu ölçüləri axtarırıq. Ki bu ölçülərdən yaşayışımız tənzim olmalıdır. Birinci oldu insan mərkəzlik yox, Allah mərkəzlik. Yəni əvvəldə biz tənzim eləməliyik həyatımızı kullən Allahla. Ki buyururuz, həm başlaması və həm məqsədimiz olsun. İkincisi buydu ki, ifrat təfrit həyatımızda olmayan. Üçüncü buydu ki, insafla həyatımızda başqaları ilə, özümüzlə yaşayaq. İşlərimiz, davranışımız insafla olsun. Dördüncü buydu ki, insan ibadətli həyat yaşayan. Yəni, həyatında ibadəti ola. İndi ticarəti var, işi var, təfrihi var. Kənarında Allaha ibadət eləyə, Allaha ibadəti unutmuyor. Bir məsələdə, ölçüdə ki, 2 cələsədi başlamışıq, o da təqvalı həyatdır. Dində təqvalı həyat tapşırılıbdır. İnsan təqvə ilə yaşasın. Yəni kontrolla, nizarət ilə, elə laqeyd, nə cür cəldi yaşamasın, nə cür cəldi danışmasın, təqvə ilə. Və Qur'an bu təqviyə çox əhəmiyyət verib. Dində bu təqva çox əhəmiyyət vardı. Və ayələr ki, təqva barəsində vardı, ərz elədik, çox saylı ayələrdir ki, bir ikisini bugün istəyirəm ərz edəyəm. Ənfal surəsində Allah-u Teala buyurur: "En təttəqullah." Əgər siz təqvalı olasınız, nə olar? Buyurur: "Yec'al lekum furqana." Ya eyyuhellezine amenu en təttəqullah yec'al lekum furqan. Allah sizə furqan verər. Sizin qəlblərinizdə furqan qərar tapar. Və yukaffir ankum seyyiatikum. Sizin günahlarınız bağışlanar, örtülər və yəğfir lakum. Allah bağışlayar. Həm örtər əvvəl, abırı getməz, həm də insanın günahları bağışlanır. Yaxşı. Burada təqvə ilə furqan məsələsi vardır ki, incə bir sözdür. Deyir, təqvalı olsun, gözün açıq olar. Təqvalı olsun, haqqı batılı ayıra biləsən. Təqvalı olsun, pis yaxçını ayıra biləsən. Təqvalı olsun, həyatda, fərdi həyatında, ictimai həyatında, sair sahələrdə eləyə biləsən, ayıra biləsən. Allah sənə bir ayırma qüvvəsi də verər.
təqva qüvvəsi forqan qüvvəsini insanda bəxş edər. Bu nə cürdür? Elmlə təqvanın nə əlaqəsi var? Aya bu ayədən məqsəd budur ki, təqvalı olsun, riyaziyyat qanunların rahat dərk eləyəsən, tibbi qanunların rahat dərk eləyəsən. Aya bunları deyir. Müfəssirlər vururlar, yox. Bizim iki növ elmi varımızdır. Bir nəzəri elmidir ki, insan o nəzəri elmidə riyaziyyatı dərk edir, tibbi dərk edir, kimyanı, fizikanı, bunları dərk edir, bir budur. Bir də yox, insanın əməlinə aid, davranışına aid elmidir ki, adına termincə deyərlər əməli hikmət, əxlaqdır, yaşayışın tənzim həyatıdır. Bunlarda pis yaxşını ayırmaq lazımdır. Bir şey mane olar, insan bunlara pis yaxşını ayıranmaz. O da bəzən insanın qəlbində, gözündə pərdələr olar. O pərdələr qoymaz, görsün haqq nədir. Məsələn, çiynə. İnsan bir zada çiynə ilə baxsa, bir şəxsə çiynə ilə baxsa, ona 0 nömrə verər. Həddən çox məhəbbət. Ona cinə 20 nömrə verər. İnsan təəssüblə baxa, tayfa təəssübü ilə, erq təəssübü ilə, bir təəssüblə məsələyə baxa ki, cahiliyyətin qanunudur. Cahiliyyətdə belənçi bir zat var idi ki, şüarları bu idi. Unsur əxac, zalimən o məzlumən. Qardaşına kömək elə. Zalim də olsa, məzlum da olsa. Fərq eləməz. Çünki qardaşındır, gərək kömək eləyəsən. Zalim də olsa, ona onun xeyrinə kömək elə. Çünki sənin qardaşın. Lakin İslam bunu dəyişdi. Unsur el məzlum, əxacə o qeyrə əxac. Məzluma kömək elə. Qardaşın olur olsun, qeyr qardaşın olur olsun. Güzel. Bu o şüar cahiliyyət şüarıdır. Bu şüar İslam. Amma onunla bu cür yaşamağa şüarla olmaz. Çünki tayfa təəssübü, ailə təəssübü bəzən insanda haqqı batilin pərdə gələr. Təqvadır bunları silən. Təqva səbəb olar. İnsanın qəlbindən bu çirklər geçsin, gözündən bu pərdələr geçsin. Onda haqqı batili yaxşı görər. İnsan bəzən haqqı batili təəssübündə görər. Haqqı batili o kinə ilə görər. Haqqı batili o mübaliğəli məhəbbət ilə görər və buna oxşar sifətlər. İnsan birindən acığı gəlir, sözün də pis bilir. Bu hələ uşaqdır, ruh baxımından balacədir. Bu istəsə, baxsın görsün onun sözü düzdür ya səhvidir, əvvəl gərək təqvalı ola. Təqvalı ola yəni mənə? Yəni o kinə icazə verməyə dəxalət eləsin, bu xeyr-i şərri tanımaqda, haqqı batili tanımaqda, sözləri araşdırmaqda. O forqandır. Bir entəttəqullah, əgər siz təqvalı olasınız, sizdə bir qüvvə yaranar. O da forqandır. Yaxşı pisi təşxis verər. Təşxis və ayıra biləsiniz. O da izahını ərz elədim. Forqan o həyatda, əxlaqi dəyərlərdə, əməli sahələrdə, insanlara qiymət verməkdə, sözlərə qiymət verməkdə, bu sahələrdə insana ayrı bir məsələlər dixalət edir. Bunun üstad ən gözəl o simvolu, elqusu da olgusu demək olar ki, Əmir Əməmiyyə Aleyhisselamdır. Yəni, əqil keş, məsələn, o zalim sırasında da deyil, ən gözəldir. Amma onunla o bərxordur ki, eləyibdir Həzrət. Məlum olur ki, o qardaşlığı nəzərdə almır. Fəqət o haqqı və təqva ikisi birisi onu nəzərdə alır. Bəli, Quran bir incə bir söz deyir İsra surəsində. Buyurur ki, və izə qərəətəl Quran, cəəlna beynəkə və beynəl-ləzinə la yu'minunə bil-axirə hicabən məstura. Sən vaxtı Quran oxuyursan, sənlə, olar ki, axirətə imanları yoxdur, sənlə bunların arasında bir görsənməyən hicab var. Hicab iki nodur. Hicab lüğəti, yəni mane, pərdə. Örtük. Örtük və mane iki nodur. Bəzən fiziki örtür var, bir duvardır. Bu otaqdan o otağa. Bəzən Quran buyurur, mane özü görsənməyəndir.
adına buyurur hicabən məstur. Örtü ki, örtüklüğü görsənməyəndir. Bəzən bizzat örtükdür, örtüyü görsənəndir. Bəli. Hicabın məşhurdur, məstur deyil. Amma deyir, bəzi insanlarda hicabı məstur var, görsənməyən, kinə. Bu insanla başqa insan arasında manidir, amma görsənmir. Yəni, İnsan birini qiymətin verə əvvəldən. Yəni əvvəldən deyə bu heç nə bilmir. Daha heç nə bilmir də qulaq asmazsın. Əvvəldən mohumat bilən. Bəzi insanlar var, təkəbbürləri o qədər çox olar ki, tərəf müqabilin sözün əslən hazır olmaz, qulaq assın, hələ başa düşsün. Hələ başa düşməyə qala ha, qulaq asmaz. Ta hələ başa. Fəqət gələr sözün deyər gedər. Quran buyurur ki, Ca'ukəllə yucadeluk. Əsən gəlməzsə səndən söz eşitsin. Gələ sənə sözün desin, isporun eləsin, qeyssin. Hazır deyil, otursun bir dəqiqədə qulaq assın. Bəzən ailə həyatında belə bir iş baş verər. Görürsən, biri əsəblənibdir, fəqət özü danışır. Biraz da sakitləş, tərəf müqabil də danışsın, görsün o nə deyir. Onda tərəf müqabil danışmağa insanın qulaq asma qabiliyyəti olsa, dərk eləmək qabiliyyət də biləsində yaranar. İnsanda qulaq asma qabiliyyəti olmasa, hicabı məstur olar. Pəs təqva bu görsənməyən maniələri haqqı batili dərk eləməkdə aradan aparır. təşəkkür edirik cənab Ustad Sahibər ağa. Əziz və hörmətli tamaşaçılar, qısa fasiləmiz var. Bu fasilədə o səsləri ki, ərz etdiyim əvvəl hissədə ki, bizə göndərin. Bunlardan əzizlər ki, bizə göndəriblə birlikdə sizlə bərabər dinləyək və siz də ürəklərinizi göndərin İmam Rıza Əleyhisselamın bu gözəl vargahına, yeni də huzurunuzdayıq. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم السلام عليك يا علي بن موسى الرضا المرتضى. Ağacan, çox təşəkkür edirəm sənə ki, bizləri dəvət elədin öz müqəddəs hərəmi və bu mübarək Ramazan ayında. Allaha çox-çox şükürlər olsun, həmd olsun. Ya İmam Rıza ağa, çoxları arzulayır sənin hərəmivi, çoxları arzulayır sənin kərəmivi. Ağacan, nə yaxşı bizə bu lütf elədin, nə yaxşı bizə bu kərəm, bu lütf əta etdin. Allahın izni və icazəsi ilə Allah bizə nəsib elədi sənin hərəmivi, sənin ziyarətivi. Həqiqətən də gəlib bura gördük ki, deyildiyi kimi cənnət bağlarından bir gülşədir. Çox rahat, mehriban hisslər adama gəlir sənin hərəmində. Sənin qonağın olanda özünü cənnətdə hiss eləyirsən. Allah nəsib eləsin dünya və axirət İmam Rıza əleyhissalamla birgə olaq. İmam Rıza əleyhissalamın Allahın izni və icazəsi ilə dünyada şəfaətin, nəzərin, ehsanın və həmçinin axirətdə də şəfaətin, inayətin, nəzərin, ehsanın, dünya və axirət İmam Rıza əleyhissalamın yanında olmamıza, Ağa İmam-ı Sahibə Zaman Əcəlallahu Teala Fərəcəhü Şərifin zuhurunun təcilinə 14 məsmun pak ruhuna salavat. Allahümmə salli alə Muhammed və ali Muhammed və əccil fərəcəhum. Esselamu Aleyküm. Allah razı olsun sizdən bu verilişi təşkil etməyinizə görə. Bizdən ağamıza salam olsun. Müşküllərimiz çoxdur. Ağamızın hərəmində bizim yerimizə naib bizi yarı olmağımızı xahiş edirik. İltiması dua böyük ümidlə təvəssül edirik ağaya inşallah. Bu mübarək Ramazandan alınaq, üzü ağ çıxaq inşallah. Günahlarımız yolsun inşallah. Allah xeyirli qapılar açsın üzümüzə. Gələn bu vaxtları ağamız İmam Zamanla keçirdik inşallah. Ələvi, Şah-ı Xurasan ləqəbi, ey Şəh-i Müstəfəvi, Xosrov-u İran ləqəbi, qoymuşam çox adi, çox mənsəbi,
Bir yanına tək sənin oldu və şah istədi, Sultan ləqəbi. Əssəlamu aleykə ya Sultan, ya Əbəl Həsən, ya Ali ibn Musa Rıza. Bu fasilədə gözüm sataşdı ağamız İmam Rıza Aleyhisselamın bu hacət pəncərəsinə. Onlar ki, müşərrəf olublar, bilirlər. İmam Rıza Aleyhisselamın hərəmində hər yerdə əyləşsən, deyirsən, ağa, bura nə gözəldir. Amma buranın şayət elə olar ki, bütün müşərrəf olublar, bunu təyid edədilər və təsdiq edədilər mənim bu sözümü. Ən gözəl səhnələrdən, ravaqlardan biri də elə bu inqilab səhnidir ki, şayət hamımız yerlərdən gözəldir. Niyə ki, həm ağamız Əli ibn Musa Rıza'nın burada günbəzi çox gözəl, kamil bütün görükür və həmin ki, hacət pəncərəsi ki, çoxları insan yaxınlaşanda ora görür ki, nə qədər dünyanın hər yerindən hacətləri olanına gəliblər və dəxil bağlayıblar İmam Rıza Aleyhisselama və niyə ki, görüblər bu ağa o qədər kərəmli ağadır ki, hamının hacəti rəva edər və heç kim əli boş yola salmaz. Xüsusən eşidibsiniz, deyərlər, hər kim İmam Rızanı anda verə, bu cavan ölən balası, ağa Cəvadul Əymə Babul Muradə, ağa tez inayət edər. Biz də bugün ağanı anda veririk. Dedik, ya şahı şəms-ı şumus, ədrikni, ya ənisən nüfus, ədrikni, and verirəm cavan ölən balova, and verirəm cavan ölən balova, ey şəh-i mülketuz, ədrikni, inşallah hamılarınızın hacətləriniz rəva olsun inşallah. Vaxtı yuvatmayayım, Ustad Sahibər ağa işarə buyurdular ki, Ustad, buyururuz ki, insanı Allah o həddə yetişəndə furqan ki, eləyə bilər, yaxşı, pisi bir-birindən ayıra, bunu da Allah inayət edər, insan təqva sahəsində olsa. Bəli, əgər insan təqvalı yaşasa, yəni kontrolla yaşayır da, çiynəsini kontrol edir, həsadətin kontrol edir, bəxilliğin kontrol edir, baxışın kontrol edir, qərə açqı ilə həmişə baxmır. Bunlar kontrol olanda daha qəlb və insanın ağlı bu sahədə məstur hicabı yoxdur, yəni o gizli örtüsü yoxdur ki, haqqı görməsin. Bəzən insan dünyada Quran buyurur ki, fəkəşəfna əncə qita'əkə fəbəsərəkəl yevmə hədid. Qiyamət günü insan çox şeylər görəcək. Allah-u Teala buyurmur ki, qiyamətdə görərdin. Deyir, yox, sən dünyada da görə bilərdin. Amma səndə pərdə var idi, özdə gözündə yoxa varlığında. Maraqlısı da budur ki, insanın varlığı bəzən çevrilər olar kinə, varlığı çevrilər olar cəhalət, varlığı çevrilər olar təkəbbür və egoistlıq. Bu varlığında pərdə var idi. Biz bunu da götürdük da orada təkəbbür edəyəm məsələn ki. Orada da yəni o dünyada. O dünya. Kəşəfna əncə qita'əkə. Səndən bu pərdəni götürdü, gözün indi it oldu. Gördün. Bu modeldə dünyada təqvadır. Orada icbarıdır. Təqvə ilə deyil. Orada Allahın əl-yevm malikə yevmiddinliğindandır ki, çün qiyamət günü tam haqq aşkar olacaqdır. Ondan irəli gəlir daha icbarı insan pərdələr qarşısından gedəcəkdir. Da orada təkəbbür edilməz. Həqiqəti görəcək. Amma dünyada istəsə insan həqiqəti görsün, təqva ilə gələr. Təqvalı olsa qiymət verəndə insanlara düzgün qiymət verər. 0-20 qiyməti verməz. İnsan bəzən birinə çox xoşu gəlsə 20, xoşu gəlməsə 0. Bunların ortasındadır insan bəzən 8-dir, 10-dir, 12-dir, 15-dir. Hələ mənim üçün çiynəm və məhəbbətim təsir edir qərarıma, ona görə haqqı görmürəm. Ona görə yaxşılığı görmürəm, pisliği görmürəm. Keçən cələsə bir mübahisəni başladıq. Mən bu ayəni, bu xatirə ki, təqva ayəsi bir dənə oxunsun ərz elədim. Əsli söhbət bu idi ki, bu təqva hardan gələr? Keçən cələsə söhbətimiz bu idi ki, biz təqvanı hardan gətirək? Biri oldu ibadət və əməl, haman məşq. Ki, insan o sahiyyət istəyir, öz ruhu bədəninə hakim olsun, öz ruhi şəhvətinə, qəzəbinə hakim olsun, təəssübünə hakim olsun, mənfi sifətlərinə hakim məşq eləsin. Bundan bir təqva məsələsi gələr.
İkincisi də ərz elədik, maarifdir. İnsan bəzi düşüncələrə yetiksə, orada da kontrol yaranar biləsinə. Mən bunu bir ayrı model ərz edeyim. Bir insan günahın həqiqətini görsə ki, günahın həqiqəti zəhərdir. Bu məsum olar ona nisbət. Yaxınlaşmaz da ona. Yaxınlaşmaz. Pəs bu düşüncə təsir eləyər insanın kontrolunda və təqvasında. Ona görə bir sıra maarif var. Qur'an o maarifi bəşərə çatdırır, ta bəşər təqvalı yaşasın. Bəli, bunu ərz edim əziz və hörmətli tamaşaçılar. Bu səs ki eşidirsiniz, ağamız İmam Rıza əleyhissalamın bu gözəl və səfalı var yanında müqəddəs Məşhəd şəhərinin foqu ilə söbhün azanıdır. İnşallah Bakı azanına yaxınlaşanda huzurunuza ərz edərəm. Bəli ustad. İndi o maarif nədir? Hansı maarifdir ki, onları insan bilsə, nə qədər dərindən bilsə, ona çox təqva yaranar. Orta bilsə, orta təqva yaranar. Onlar nədir? Birini dedim, biri günahı tanımaqdır. Günahın həqiqətinə insan tanış olsa, kontrol eləyər özünə günaha nisbət. Dində günahın həqiqəti kulli günahların 3 dənə unvan verilibdir. Bəzi ayələrdə və hədislərimizdə günahın həqiqəti oddur, atəşdir. İnsan görməsə də od yığır. Quran Nisa surəsində buyurur ki, yetimin malın zülmünə yesin, ot yiysən, görmürsən, atəş yiysən. Sən deyirsən, mal yedin, amma həqiqətdə od idi. Yəni, günahın həqiqəti oddur. Necə ki, qeybətin həqiqəti, məsələn, deyirlər, elə bir ki, ölü qardaşın ətini yemək. Bu da günahı da, yetim malında da... Ümumiyyətlə, günah oddur. Oddur, bəli. Ona görə buyurur ki, insan buradan aparır cəhənnəmin odununu, cəhənnəmin əlov yandırılanı. Və qudəhən nasu vəl-hicarə. İnsan qorxsun o oddan ki, o otun odunu insan özüdür. Ya Quran buyurur, Narullahil muqədə əlləti təttəlu aləl-əfidə. Allahın əlovlu otu ki, qəlbidən çıxır. Çöldən gəlmir, içərdən ot çıxır. Bir ot çöldən gələr, dəriyi yandırar. Bu yox, içərdən gələr, qəlbidən yandırar gələr. Hər halda bu da həqiqət, günah od. İnsan od yığır, hiss eləməsə də. Ruhunda od yığıbdır. O gün ki, batinlər açılacaq, görünəcək bu elə od yığmışdır. İkinci, Quran buyurur, günahın həqiqəti qəlbin çirkidir. Qəlbi ki, Allaha meylidir. İnsan qəlbi Quranda, yəni ruh. Ruh ki, Allahı istəyir, kəmal istəyir, xeyri istəyir, ruh bunları istəyir. Allah'a qəlbi müşahidə edir, ləzzət alır ibadətdən qəlb. Görürsən, bir müddət sonra bunlar yoxdur. Nə ibadətdən ləzzət alır, nə Allah yadındadır, heç biri yoxdur. Niyə? Çünki o qəlbin üstünə çirk qondu. Da o qəlbə cüzgiydi qəlb. Allah məhəbbəti ona düşürdü. Əl-qəlbə haramullah. Onlar yoxdur da. Quran buyurur ki, bəl rana əla qulubihim ma kanu yaksebun. Bunlar ki, Allahlarını yadlarına düşmür, məhcubdular. Səbəbi nədir? Duvar qoymuşuq, Allah yadlarına düşmür. Allah səsləmirlər, ağızların bağlamışıq, deyir yox. Bunların qəlbilərini, öz əməlləri qəlbilərinə çirk qondurubdur. Qəlbi gərək Allahı çağıra, qəlbi gərək Allah istəyirə, qəlbi gərək Allah yadında ola. Bunlar da nə Allah istəyər, nə Allah yadında olar, nə Allahı çağırar. Niyə? O günahdır. Bu ayə deyir ki, o əməl elədiyi, o kəsb elədiyi, qazandığı əməllər çirk olur bunun qəlbinə. Təşəkkür edirik ustadımız. Ustad, Bu məsələyə çatdıq ki, bu təqvanı hardan əldə edək? Biri bu oldu ki,
günahın həqiqətini insan tanıya. Yəni Quran dəsən buna təkid edib ki, günahın həqiqətini insana tanıttırsın. O ayədə Nisa surəsində buyurdu, günah oddur. Muddəssir surəsində buyurdu ki, Mutaffifin surəsində buyurdu ki, günah çirkidir. İnsanın qəlbinə çirkdir. Əmirül-Möminin Nəhcü Bəlağədə buyurur ki, günah zəhərdir. İnsanın ruhuna zəhərdir. İki növ zəhər var. Bir bədəni zəhərləyərlər. Məsələn, bir xörəkdir, qalıbdır, onu insan yiyə, zəhərləyər. Bir də budur ki, yox, insan ruhun zəhərləyər. O da günahla zəhərləyər. Ruh zəhərlənsə nə olar? Alt-üst fikir eləyər. Pisi yaxçı bilər, yaxçını pis bilər. Günahı zirəhlik bilər. Allahın buyurduğu vacibatı geriblik bilər. Namazı gerilik bilər, günahı zirəhlik bilər. Bu, haman o alt-üst yaşamaqdandır. İnsan bəzən öz həyatına diqqət eləməsə, o günahlar ki həyatına giribdir, o səbəb olub bu cür əksinə yaşasın. Çünki zəhərlənib ruh. Ruh zəhərlənsə, düzgün də çıraq olmaz, düzgün də göstərməz. Bəs ruh, günah çirkidir, günah zəhərdir, günah oruddur. Günah tanımaq belənçidir. İnsan günahı tanısa, bilər ki, elə bir kanalizasiyadan istəyir su kimin istifadə eləsin. Ona görə Quran bəzi ayələrdə var, cəhənnəmin xörəyi nədir, cəhənnəmin içdiyi sular nədir? O haman günahın həqiqətidir. Günahın həqiqəti olardır. Ki, insan özü ilə aparır. Orada üzə çıxacaqdır. Burada bükülüdür, ora yomun nəşridir. Ora açılacaqdır, xalça açılan kimin. İnsanın əməllərinin içərisi də açılacaqdır. Onu görəcəkdir, çirkdir burada. Ot idi, aparmışdı, görmürdü. Bir bu, pəs bir günah tanımaqdır. Ki, insan bilə bu əməllər ki, yerinə yetirir, nədir? İnsan öz ruhunda həmişə günah yığır, çirk yığır, zəhər yığır. İkincisi, insan nəfsini tanımaq. İnsan öz nəfsini də tanımalıdır. Biz fəqət əqli deyirik. Bəzən insan çaşar, deyər belə, hər nə deyir, əqlindən deyir. Hər nə deyir, düşüncəsindən deyir. Rübbə alimin qəd qətələhu cəhluh. Hətta alimdə də bu məsələ var. Cəhli mümkündür onu öldürə. Hər nə deyir, elmindən demir, hər nə deyir, əqlindən demir. Bəzən insan həvəsə hakim olar, nəfsə hakim olar. Əmirül-Möminin buyurur, Rübbə əqlin əsir, təhtə həva əmir. Bəzən bir əql olar, amma sərbaz olar, əskər olar. Həva və həvəs bunun rəhbəri olar, həva və həvəs bunun komandiri olar. Əmredənidir. O ki, hakimdir bunun həyatında həva və həvəsdir. Ona görə danışığı həva və həvəsdəndir. Nə elmindən, nə əqlindən, nə düşüncəsindən. O söz ki danışır, istəyidir, həvəsidir. Ona görə insan nəfsində diqqət eləməlidir, həyatında nəfsi də var. Bunu Allah-u Teala Həzrəti Adəmə də təlim verdi. Həzrəti Adəmə əlləmə Adəməl əsmaə kullaha hamısını öyrədəndən sonra istədi 2 dənə də ayrı bir kurs geçsin biləsinə, dərs desin. Ora dərs sahəsi idi. Yəni Həzrəti Adəm behişdə nə o vədələnmiş behişdə idi. Həzrəti Adəm bir ayrı bir dünya olmayan yerdeydi, o behişdə də deyildi. Əvvəl yarananda. Orada Allah-u Teala buyurur, mən yer üzünə Adəmi gətirmək istəyirəm. Əvvəldə belə buyurur, enni cailun fil ərzə xəlifə. Amma görürük, əvvəldə yerə gətirmir. Eyni halda ki, buyurur, mən yerə istəyirəm, xəlifə gətirəm bu Adəmi, görürük, bu ayrı yerdə saxlayır hələ. Niyə? İstəyir kurs geçsin, yerdə nə cür yaşayarlar. Elə bir nəfər istəyir sürücü maşın sürsün, elə birbaşa maşını verməzlər sürməyə. Gedər bir sıra nəzəri kursları, əməli, praktiki dərsləri, ondan sonra deyərlər, gəl bu vəsiqən, get maşın sür.
Allah da istəyirdi insana vəsiqə versin dünyada yaşamağa. O vəsiqə üçün neçə dana sahə geçməli idi, kurs oxumalı idi. Bir özünü tanısın, insan şinaslığı bilsin kimdir. Ona görə mələklər bir növ insanı təqdim edirdilər. Şeytan bir növ təqdim edirdi, Allah bir ayrı cür təqdim elədi. Şeytan deyir torpaqdır, mələklər deyir heyvandır, Allah deyir yox bu xəlifətullahdır. Bu bir tanımaq. İkincisi bu idi ki, düşmənini tanısın, eşitdə kimdir? Dedi səcdə eləyin. Hamı səcdə elədi mələklərdən. Və lakin iblis ki mələklərin içində idi, mələklərdən də idi. Amma səcdə eləmədi. Allah istəyirdi ikinci kursda desin, bu sənin düşmənindir. Bu iki. Bunun sözlərini hər nə cür xeyrxahlıq paltarı ilə də desə, inanma. Ədovvun mubindir. Üç, insan özünün də içərisində zəif nöqtəsini bilsin. Bu zəif nöqtəsi nədir? İnsan aya birbaşa ilə ağlıdır, danışığının hamısı elmidir, danışığın hamısı düşüncədir. Bəzən insan deyər belə, hər nə deyir elə ağlından deyir. Allah orada dedi ki, yox, səndə tamah da var. Bunu nə cür göstərdi? Dedi, cənnətdə hərzə səninki. Amma o ağaca yaxınlaşma. Tamah bunda üzə çıxdı. O günədən adam bilmirdi tamahı var. Orada tamah üzə çıxdı. Allah dedi, bax, bu da səninki. Səndə tamah da var. Bəzən mümkündür danışığın, davranışın, həyatın tamah əsasında ola. Bir dərsdə bu idi ki, insan bilə ki, xərablasa da bərpa eləyə bilər özünü. O da tövbə dərsi idi. Bunlar qutulandan sonra dedi, düş yerə. Məqsədim budur ki, insan nəfsini də tanımalıdır. Nəfsini tanısa görər ki, bəzən insan nəfsi ilə danışır. Sözü, əqli sözü deyil, sözü, elmi sözü deyil. Bəzən bir nəfər görürsən, bir sənədi vardı, institutda məsələn fizika oxuyubdur. İlahiyyatdan bu söz danışır. Bir dənə deyir, kitab oxumayıb ilahiyyatdan, bu məlumdur, nəfsindən danışır. O elminə dəxli yoxdur ki, bu sözün. Bəli. Onun sahəsi riyaziyyatdır. Sahəsi bu deyil ki. Eybi yoxdur, sənin də haqqın var danışasan, amma mütaliə ilə danış, oxu danış. Pəs bəzən insan nəfsini unudar. Deyə və nəfsi yoxdur. Öz ağılla deyir. Həmişə ağıldır. İkinci məsələ də budur ki, insan nəfsini tanımalıdır. Quran da insana nəfsini tanıtdırır. Deyir, nəfs özü də cəhənnəm kimində, ha? Doymaz. Günahdan belə deyir ki, nəfsi doya. Sən deyəsən, azad bıraq, doysun, ondan sonra da nəfsi məndən əl çəksin. Tamahını izafə edər. Necə cəhənnəm deyir, həlmin məzid, cenə var, Allah-u Mutal vaxtı soruşur, doydun deyər cenə var, insan nəfsi döcürdür. Gün-bə-gün əgər kontrol eləməsin biləsin, təqvalı yaşamasın, gün-bə-gün nov-bə-nov insana günahlar aparır.